ağırlaşması olsa da yenə də bu haqda sizin informasiya ötürməyinizi istəyir. Beçaxor nədir? Xalq arasında buna üzüm hamiləliyi də deyilir. Bir embrion, bir döllənmə, mayalanma prosesində 23 xromosom anadan götürür, 23 xromosom atadan götürür. Beçaxorun tam qrupunda burada anaya aid heç bir xromosom olmur. Atanın hüceyrəsi, yumurta hüceyrəsini mayalandırılır və burada uşaqlığın içərisində üzüm dənəciklərinə bənzəyən invaziv kistlər olur. 23 anadan xromosom və 46 atadan olan xromosomla mayalanır və ortalama 69 xromosom anormal bir döl formalaşır. Adi hamiləlikdən beçaxorun fərqi nədir? Burada fərq odur ki, dediyimiz XG hormonu sürətlə artır. Diqqətiniz bizdə olsun. Bu dəfə son zamanlar qadınların, xüsusən də gənc qızların əziyyət çəkdiyi ginekoloji problem olan yumurtalıqların polikistozundan danışacağıq. Polikistozun əlamətləri nələrdir? Gələcəkdə hansı fəsadlara səbəb ola bilər? Müalicə ilə tam sağala bilərmi? Az sonra cərrah mama ginekoloq Səbinə Mirzəyeva bütün suallarınızı cavablandıracaq. Efirimiz hal-hazırda canlı yayımlanır. Bir daha nəzərinizə çatdırım. 012 497 46 25 studiyamıza məxsus nömrədir. Baku Medikal Plazanın cərrah mama ginekoloq həkimi Səbinə Mirzəyeva studiyamızdadır. Səbinə xanım, xoş gördük sizi. Necəsiniz? Sağ olun, siz yaxşı olun. Təşəkkür edirəm. Amma mən bunu deməliyəm tamaşaçılara. Bugün ayın 17-si 07-17 bu tarixi xüsusilə bir çox hamilə xanımlar planlaşdırıb. Və hal-hazırda Səbinə xanım sağ olsun ki, yorğun da olsa qarşımızdadır. Gecədən səhərə qədər sayını özünüz deyin, nə qədər əməliyyat icra edirsiniz? 21. 21 körpə sırf keysəriyyə ilə dünyaya gəlib. Bəli, planlaşdırılmış keysəriyyələr idi. Hansılar ki, sırf bu tarixi istəmişdilər analar. Biz də onların arzularını yerinə yetirmək üçün səhərə qədər çalışmışıq. Sevinçlərini bölmüşük. Neçəsi qız, neçəsi oğlan olub? Vallahi onu yalan deyərəm. Qızlar üstünü təşkil edir inşallah. 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 Doktor, ümumiyyətlə göstəriş planlı şəkildə olması biraz insanda tərəddüd yaradır. Yəni, həqiqətən düşürmü o tarixə, planlaşdırırlar deyil. Təbii ki, 38 həftə... Bir həftə gec, bir həftə tez yenə də körpəyə bir zərər gətirə bilər. Yox, təbii ki, 38 həftənin altında göstəriş olmadan, məsəl üçün... Sizin məsləhətiniz nə planlaşdırılır? Bəli, 38-39 həftəsində eləyirik planlı sürətdə. Çünki əgər 38 həftənin altında olarsa, buna gərək səbəb olsun. Məsəl üçün, ya ağrısı planlaşdırılmışıq, məsəl üçün, ayın 27-sinə, bunun ağrısı mı tutdu, suyu mu açıldı erkəndən 37 həftəsində, 36 həftəsində biz onu məcburən götürüb edirik. Amma göstəriş olmayan bir təqdirdə təbii ki, əvvəlcədən, bir 3 həftə əvvəlcədən biz tarix müəyyənləşdiririk və bu da xüsusilə belə zirkalni tarixləri qızlarımız çox sevirlər. Xüsusilə bu son illərə ümumiyyətcə çox rast gəlirik tez-tez ki, gələndə belə bir müraciət edirlər ki, sırf o tarixdə icra eləyək. Yenə də alqışlayıram sizi. Çox sağ olun. Var olun, minnətdaram sizə. Məsələn, o valideynlərin adından da. Sağ olun ki, sağlam uşaqlar dünyaya gəldi. Çox şükür. Şükürlər olsun ki, heç bir tərslik olmadı. Çox şükür. Bu bizi daha çox sevindirir. Və yenə də təşəkkür edirəm ki, bizim studiyamıza gəldi. Mən dedim, yorğunçuluqdan gəlməzsiniz, amma yenə də təşəkkür edirəm. Deyir, insanı həmişə zarafata da olsa ağrıyan yerindən vurarlar. Belə bir məsəl var. Biz hər xəstəlikdə xatırladırıq. Biraz öncə kataraktan danışdıq, deyir, insanlar gözləyir yetişsin, sanki meyvə gözləyir. Əslində bu doğru bir şey deyil, körluğa gətirib çıxara bilər. Eyni ilə də qadınlarda da, hal-hazırda ginekoloq həkim əyləşdiyinə görə, ginekoloji, yəni reproduktiv orqanlarda olan elə problemlər var ki, bunlara da zamanında müraciət etmək lazımdır. Hər dəfə simptomatik əlamətləri xatırladırıq və bugün də anonsda göründüyü kimi xanımlarda polikistozdan danışacaq. Yəni yumurtalıqların polikistoz sindromundan danışmağınızı istəyərdik, amma bundan öncə xatırladaq ki, bu bəzi insanlar, boş yerə mən o məsələ çəkmədim ki, ağrıyan yerindən vururlar. Biz deyirik ki, sonsuzluq diaqnozu ilə qarşılaşan, hamiləliyi planlaşdıran, ailə qurmaq istəyən xanımlar
yadına düşəndə həkimə gedirlər. Yəni bu da ağrıyan yerindən vurduqlarımız üçün, yəni o halda getməsinlər. Hər bir halda ailə qurmasa belə, qız uşağı olsa belə vaxtaşırı ginekoloqun müayinəsinə getməlidir. Çox gözəl qeyd elədiniz İlhamə xanım. Çünki polikistoz, yumurtalıqların polikistozu bugün də gündəmdə çox aktual bir mövzudur. Çox. Xüsusilə də bu yetkinlik dövründə qız uşaqlarında 5% statistik olaraq təsadüf edilir. Amma çox hallarda analar biganə yanaşırlar bu hallarda. Məsəl üçün polikistoz yumurtalıqlarının özünə görə simptomları var. O simptomlardan biri tüklənmədir, piylənmədir, üzdə səpkilərdir, uğrilərdir, aybaşı pozğunluqlarıdır. Məsəl üçün, əslində bir ana bilməlidir ki, bir qız uşağında əgər menstrual sikl onun altındadırsa, məsəl üçün, vaxtında olmursa, onun altı, halbuki bizə müraciət eləyən gəlinlər var ki, deyirlər ki, biz qız vaxtında ildə 4 dəfə, 5 dəfə aybaşı görmüşük. Bu çox böyük bir yanlışlıqdır və siz çox gözəl vurğuladınız ki, hər bir xəstəliyin vaxtında müəyyən eləmək lazımdır. Və sizə bildirmək istəyirəm ki, polikistoz xəstəliyi özü 2 qrupa bölünülür. Bu biri birincili polikistozdur, öbürü ikincili polikistozdur. Birincili polikistoz dediyimiz kimi həmən o yetkinlik dövründə qız uşaqlarına biz ayırt eləyirik. Ətraflı danışacağıq biraz sonra. İkincili polikistoz bu endokrin metabolizm pozğunluqla olan bir xəstələrə də yanaşı gedən bir xəstəlik kimi gedir. Məsəl üçün, Itsinga, Kuşinga yaxud bir şəkərli diabetli bir xəstədir. Yəni o xəstəliklərlə də yanaşı polikistoz, yumurtalığın polikistozu, yumurtalıqların disfunksiyası gedirilir. Və çox vaxtı nə ilə də nəyi müşahidə eləyirik ki, biz polikistoz yumurtalıqlarla yumurtalıqların kistası diaqnozunu da xanımlarımız səhv salırlar. Bunlar baxmayaraq ki, yumurtalığın polikistoz adında kista sözü adlandırılırsa, bunun heç bir əlaqəsi yoxdur, yəni kistalarla. Bu nə deməkdir? Bu yumurtalıqda ultrasəs müayinəsi altında, yumurtalığın stromasının altında zəncirvari xırda folikullar yetişirilir. Normalda bir qadında dominant folikul deyilən bir şey var. Yəni o siklın əvvəlində o folikul, bir folikul, yəni müxtəlif hüceyrələrdən biri seçilir. O yetişir və çatlayıb oradan sarı cisim çıxılır və ona biz ovulasiya deyirik. Polikistozlu pasiyentlərimizdə o səthin altında o zəncirvari muncuq kimi folikullar düzülürlər. Onların nə yetişmə qabiliyyəti olur, nə təbii ki çatlama qabiliyyəti olur. Təbii ki bir dənə ultrasəs müayinəsi ilə polikistozun diaqnozunu qoymaq da düzgün deyil. Buna yanaşı mütləq və mütləq hormonal testlərdən keçməlidir bir xanım. O hormonal testlərdə də LH deyilən bir hormon var. Onun nisbi FSH hormonuna görə çox olarsa, bu təbii ki dəlalətdir polikistoza. İnsulin rezistentliyini yoxlayırıq. Yəni burada diabetik paneli yoxlayırıq. Polikistozlu bir pasiyent bizə müraciət eləyibdirsə, ilk öncə biz bunu ultrasəs müayinəsində multifolikular yumurtalıq, polikistoz folikular yumurtalıqları qeyd eləyiriksə, həcmi böyük yumurtalıqları qeyd eləyiriksə, təbii ki biz bu testlərdən mütləq və mütləq pasiyentlərimizi keçirtməliyik. Hormonlarda LH-ın yüksək olmağı ilə bərabər androgenlərin yüksək olmağını da biz müşahidə eləyirik. Androgenlər nə deməkdir? Kişi hormonları. Bu pasiyentlərdə, bu qrup pasiyentlərdə kişi hormonları üstünlük verir və təbii ki bunlarda kliniki olaraq simptomlardan da biri tüklənmə olur. Cod səthi tüklənmə olur qızlarımızda, saç tökülmələr olur kişi tipində, dərilər yağlanılır. Müalicəsi varmı?
təbii ki var və bunu erkəndən başlasaq, təbii ki bu kişi hormonlarını müxtəlif dərmanların adını çəkmək istəmirəm, çünki izləyicilər onu götürən kimi, yəni reseptsiz falansız, həkim məsləhətsiz gedərlər, alarlar, içərlər, amma təbii ki o androgenlərini salan müxtəlif dərmanlar var ki, hansıları ki biz həkimlər müəyyən eləyirik. Dediyim kimi və ya qeyd etdiyim kimi insulin rezistentliyi çox olur və burada təbii ki bizə gəlirlər, deyirlər ki doktor, bəs pəhriz də saxlayıram, idman da eləyirəm, yemirəm də, amma çəkim getmir. Yəni bu sırf polikistoz xəstəliklərə malik olan qadınlardan söhbətdir. Təbii ki onlarda çəki getməyəcəkdir. Bu insanlar yəni bilməlidirlər ki, burada endokrinoloji bir pozğunluqlar var burada və mütləq endokrinoloqa müraciət eləməlidirlər. Şəkərlini yoxlamalıdırlar və təbii ki, bu şəkəri endirən özünün bir müalicəsi var, bunu əməl eləməlidirlər. Canlı orqanizmin bioloji faktor olduğunu unudurlar və bu gördüyünüz bioloji faktorun hər birimizə aiddir. Bu idarə eləyəni beyindir. Beynin işinə müdaxilə eləyirlər çoxları. Bax, dediniz, idman eləyirlər. Bugün idman eləyən oğlanlar qalıb kənarda, qızlar proteinlər içir. Qızlar qanda testosteronun səviyyəsini yüksəldir. Soruşanda niyə bunu belə edirsən? Sağlamlıq da deyil. Amma biz göstəririk ki, polikistoz xəstələrdə testosteron səviyyəsinin artıqlığı, tüklənmə və s. biraz öncə dediyiniz insulin, glikoza dirənci və s. Axı bunu niyə eləyirlər? Yəni, sanki təsbih kimi orqanizmi oynadırlar. İstəyirəm bugün kökəlirəm, istəyirəm sabah arıqlayıram. Kökələn insan gedir, ağlına nə gəlib, pəhrizlər tutur. Əlbəttə, kökəlmə varsa, doktorun dediyi kimi tüklənmə əlaməti və s. üzdə dəridə yağlama varsa, menstrual sikldə pozğunluq heç ağla gəlmir. Dərhal reproduktiv orqanların müayinəsinə getmək lazımdır. Artıq bunun müalicəsi, yəni siz artıq səbəbini bilirsiniz. Bəli, börək üstü vəzlərini yoxlamaq lazımdır. Çünki bildiyinizə görə bu dediyimiz androgenlər də oradan ifraz olunur. Və çox vaxtında nə idi müşahidə edirik? Adi şəkər paneli, bir pasiyentdə şəkər panelini yoxlayandan sonra bunun çəkisini müxtəlif təyinatlarla salandan sonra, yəni bir 10% ümumi çəkidən, çəki gedəndən sonra burada sikl da normaya düşür, aybaşı da normaya düşür. Yəni ki, burada heç bir başqa bir müdaxilə olunmadan da normal aybaşı olur, normal folikullar yetişir. Bəzi hallarda tam olaraq görəndə ki, nə dərman tədavisi kömək eləmir, nə yəni yumurtalıqların vəziyyəti həqiqətən də acınacaqlıdır. O zaman yeni bir üsulla laparoskopik əməliyyatlara biz müraciət edirik. Drilling adlanan, yəni ki, burada drilling adlanan o laparoskopik bir cərrahi üsulu ilə biz polikistoz yumurtalıqları əməliyyat edirik. Alo. Bir daha qoşun tamaşaçını, problem deyil. Mən bir daha xatırladım. Efirimiz hal-hazırda canlı yayınlanır. 012 497 46 25. Baku Medical Plaza'nın cərrah mama ginekoloq həkimi Səbinə Mirzəyeva studiyamızın həkim qonağıdır. Doktor, səbəbini bir çox hallarda aşkarlaya bilmirlər. Amma müalicəsində hər halda dediyiniz kimi cərrahi müalicə və eyni ilə də hormonal preparatlarla da müalicəsi var. Və həkimlərin dili ilə desək, bu qəbul olunan hormonları həmin xanımlar menopauza dövrünə qədər qəbul etməlidirlər. Yəni, belə olan halda nə düşünürsünüz? 3 ilə qədər təyin olunur. Yenə də mən deyirəm ki, əsas odur ki, düzgün səbəb tapılar. Son zamanlarda polikistoz yumurtalıqları adi metformin tərkibli, yenə də o insulin dirənciliyi, glikoza dirənciliyi olan metforminlə bu polikistoz xəstəliyini müalicə eləyib, yəni ki, heç bir başqa bir müdaxiləsiz yaxşı bir müsbət effekt alırıq biz. Hətta hamiləlik alırıq. Tutalım ki, yanımıza elə bir pasiyentlər gəlirlər ki, illərlə içiblər o hormonal dərmanları, illərlə və heç bir
effekti olmayıbdır. Yəni nə bir aybaşısı düzəlibdir, nə bir hamiləlik baş veribdir. Yəni gəlirlər ki, doktor bu dərmanı içən müddətdə hər şey normal olur, amma o dərmanı kəsən kimi yenə də eyni qaydada, eyni bir. Amma onu da bilməlidirlər ki, bəzi hallarda xanımlarımız o yenə də dediyim kimi o hormonal qəbul edəcək dərmanları bilməlidirlər ki, azı gərək 1 il içsinlər, 6 ay ilə 1 il arasında içsinlər. Çünki bu tük kökü özünüz yəni ki bildiyiniz kimi bunun formalaşması elə bir 3 ay ilə 6 ay arasında vaxt alır. Və təbii ki bu biz oral kontraseptiv deyirik və bunu oral kontraseptivlərlə də bu androgenləri salırıq aşağı, menstrual siklı düzəldirik və bunların da içmə qaydası var. 6 ay ilə 12 aya qədər minimum o içilməlidir. Və təbii ki bunlarla da bərabər o dediyim kimi insülin dirəncliyi aşağı endirən dərmanlardan da istifadə olunmalıdır. Və bunu da təyin eləyəndə də onların da özünə məxsus dozaları var İlhami xanım. Yəni ki, onu da yəni aldım aptekdən bunu içdim etmək olmaz. Çəki var. Çünki polikistoz diaqnozu biz qoyuruq. Amma o demək deyil ki, rutin olaraq biz bunu hamıya yazırıq. Yəni ki, kilosundan asılı olmayaraq, ondan sonra digər hormonların səviyyəsindən asılı olaraq onların çox böyük bir əhəmiyyəti var. Alo. Bəli, salam, hər vaxtınız xeyir olsun. Salam İlhami xanım, doktorunuzu salamlayıram. Təşəkkür edirik, buyurun. Doktor, sizə sualım var ki, bizim gəlinimiz yanvar ayında immun sistemin çökməsi ilə bağlı çox ağır xəstəlik keçirdi. Yəni, axırıncı səviyyədə idi immun sistemi. Onunla bağlı məxmərək xəstəliyi keçirdi, çox ağır vəziyyətdə. Sonra da fevral ayında hamilə qaldı. İndi hal-hazırda 6 aylıq hamilədir. Fevralda hamilə qaldı, məxmərəyi neçənci ayında keçirdi? Məxmərəyi yanvar ayında keçirdi. Özü bilirsiniz necə, bu immun sistemi çöktü bütün. Doktora gedir, deyirlər ki, axırıncı stadiyadadır. Güclü müalicələr aldı. Ondan sonra bu məxmərəyə görə analiz verdi mi? Yanvar ayında yox, müalicəsinin olduğu sağaldı, sonra vermədi analiz. Yox, çox yanlış bir şeydir. Yəni məxmərək rubella adlandırdığımız bir infeksiya var. Bu hamiləlikdə çox mühüm bir infeksiyadır. Bunu təbii ki hər iki növü var. Bunun M forması var, C forması var. Təbii ki C forması biz çıxanda biz buna elə bir əhəmiyyət vermirik. Yəni ki artıq bu keçirilibdir, bunun immun sistemi var. Amma çox güman ki, yəni çox az bir məsafədə hamilə qalıbdır. Yanvar ayında bu xəstəliyi keçirdibdirsə, fevral ayında bunun yoluxması bu təbii ki bu risk qrupuna aiddir və məxmərək əgər N forması aşkar olunarsa bir hamilədə biz o hamiləliyi hətta sonlandırırıq. Çünki o anadan doğulan uşaqlar anadan gəlmə lalkar doğulurlar. Ona görə də biraz ciddi yanaşmaq lazımdır və hamiləlik zamanı torç infeksiya deyilən bir panel var. Onu mütləq və mütləq verilməlidir və o torç infeksiya panelin tərkibində də bu rubella məxmərək infeksiyası var. Yəni mütləq ən qısa zamanda bir ginekoloqa müraciət edib daha dərindən müayinə olması məsləhətdir. İndi hal-hazırda hamilədir. Mümkündür hər halda müayinə olunub. Təbii ki. Qısa bir müddətdə. Neçə ay keçib? 5 ay. Yəni artıq böyük bir strokdur. Yəni bunu adətən 12 həftəyə qədər torç infeksiyaları, yəni 12 həftəyə qədər yoxlanılır. Ümumiyyətcə 12 həftəyə qədər çox riskli bir durumdur. Bu 12 həftəyə qədər istər genetik bir anomaliyalar üzə çıxılır, ondan sonra infeksiyalar varsa da üzə çıxılır, hər bir şey çıxılır və 12 həftəyə qədər daha dərindən, 12 həftədən sonra biz elə də bir müayinələrdən keçirtmirik. Sadəcə olaraq 20-24 həftə arasında bir şəkər yükləməsi yoxlayırıq və ara sıra bir qanını sidiyini yoxlayırıq. Amma 12 həftəyə qədər daha ciddi yanaşmalıdırlar və bu infeksiyaları niyə verdirtdirməyib? Yəqin ki, bir yerdə nəzarətdə olmayıbdır ki, çünki protokola əsasən mütləq və mütləq verildirilməlidirlər bunlar. Maraqlıdır, dediyiniz kimi rubellaya qarşı müalicə alırlar, amma müalicədən rubellaya qarşı müalicə yoxdur İlhami xanım. Bu böyük yanlışlıqdır. Bizim qarşımıza bəzən elə bir gülməli reseptlər gəlir ki, məndə rubella çıxıb, C forması çıxıb. O zaman nəyin müalicəsini alıb o? Bilmirəm. Siz də bilirsiniz. Yox, yəni bilmədim mən.
Bilmədim, amma rubella müalicə olunan bir şey deyil hamiləlik zamanında ki, onu götürəsən. Ya zaten müalicə olundu mu, olunmadı mı bir anlamı da yoxdur. Bunda en forması varsa da bu hamiləlik bir mənalı sonlanmalıdır. Yəni bu hamiləlikdə, amma digər xroniki forması çıxıbdırsa, rubellanın xroniki forması, C forması çıxıbdırsa, əksinə biz çox sevinirik, nə gözəl, yaxşı ki çıxıbdır. Yəni bu artıq bu hamilədə immunitet var bu infeksiyaya qarşı. Sabahsı gün yəni hər hansı bir məhmərəyə yoluxmuş bir insanla təmasda olunsa, bu hamilə yoluxmayacaq və özü özlüyündə sığortalanmış olacaqdır. Yenə də ana olmaq arzusunda olan xanımların, hətta indi hal-hazırda o hissi yaşayır, hamilədir çünki. Psixologiyası görün nə qədər sarsılır. Səndə rubella var, mən müalicə yazacağım, sağalacaqsan, hamilə qalacaqsan. Yəni elə inandıraraq mən onu deməyə çalışıram ki, xanım artıq hamilə qalır və indi tərəddüd eləyir. Görünür problemi yaranıb. Alo. Bəli, salam. Salam İlhamə xanım, sizi salamlayıram, həkimimizi salamlayıram. Təşəkkür edirik, buyurun. İlhamə xanım, mən 2009-cu ildə besokol keçirmişdim. Bəli. Besokoldan aldıq, xəstəxanada yatdım, 6 ay XG verdim. Bəli. Sonralar məndə 2 dəfə əməliyyata düşdüm, elə bir yumurtalıqlarım, turbalıqlar götürüldü. İndi hal-hazırda yumurtalığımdan elə bir hissəsi həkim demişdi, qalıb. İndi menstruasiyam olmur, elə bir necə olmur. Ayda 2 dəfə, 3 dəfə menstruasiya oluram. Bu həddindən artıq... Sizin borularınız mı götürülübdür, yumurtalıqlarınız mı? Bəli, borular götürülüb, yumurtalıq qalıb, bəli. Hər iki yumurtalıqlarınız öz yerindədir? Yox, yumurtalığın doktorum dedi ki, bir dənəsi götürülüb, bir dənəsi yerindədir. Okey. Neçə il keçibdir həmən əməliyyatdan sonra? Həmən əməliyyatdan hazırda 5 il keçir. Yaşınız nə qədərdir? Yaşım 41-dir. Yaşınız 41-dir. Təbii ki, burada nə etməlisiniz? İlk öncə burada premenopauza dövrü də başlaya bilər. Mən çox üzr istəyirəm. Xanım, evladınız varmı? Bəli, bəli, 2 qız evladım. İndi sualınız nədən ibarətdir? Məndə indi hal-hazırda mənim menstruasiya... Ayda 2-3 dəfə dedi. Ayda 2-3 dəfə menstruasiya dedi. O da sizi narahat edir. Bəli, o narahat edir xanım. Bir də qurban sizə, məndə elə bir bu bağışdan üzr istəyirəm, yəni bu vəzlər əmələ gəlib. Harada? Vəzlər harada əmələ gəlib? Yəni qadınlıqda vəzlər əmələ gəlib. O vəzlər ola bilər, bəlkə varikoz genişlənmə ola bilər. Dəqiq bilirsiniz, həkimə göstərtmişsiniz. Bəli, dəqiq bilirəm, doktor, o məni narahat edir. Vallahi orada bəzi biraz baxmaq lazımdır. Təşəkkür edirik. Amma yəni siklınıza aydınlıq gətirmək istəyirəm ki, burada ilk növbədə siz ultrasəs müayinəsindən keçməlisiniz. Yəni bu yaşda ayda 2 dəfə aybaşı görmək, endometriumun qalınlığına baxılmaq lazımdır. Estrogenlər yoxlanılmalıdır və əgər həqiqətən də ki, burada hər hansı hormonal bir disfunksiyadırsa, buna hormonal bir müalicə yazılır. Hormonların nəticəsinə baxaraq. Yox, əgər burada endometriumda hər hansı bir problem varsa, burada nə etməlidir? Diaqnostik qaşınma olunmalıdır. Çünki əgər burada beçaxor xəstəliyi keçirilibdirsə, diaqnostik qaşınma edilib, həmən o qaşınmanı histoloji müayinəyə göndərmək lazımdır ki, atipik hüceyrələrin təyini varmı, yoxmu? Yəni onu bir ayırt eləmək üçün. Əslində, istəyir 40-lı, 50-li yaşlarda olsun, yenə də bu xanımlar qoşulub sual səsləndirəndə digər insanlara da nümunə olur. Mən fikir verirəm, ən çox özünə laqeyd yanaşanlar məhz ailə qurub, evlad sahibi olan xanımlarımızdır. Mənim evladım var, problem nədir ki, menstrual sikldə olmasa da olar, olsa da olar, geciksə də olar, gecikməsə də olar. Vaxtında nə problem olub yaşamışam, indi artıq, yəni hər şey bitdi deyərəkdən düşünürlər. Əslində bu yanlış bir şeydir. Polikistozdan danışırdıq, elə orada da elədir. Məhz menopauza dövründə olan xanımlar müalicəsinə getmir. Zaten polikistoz. Alo. 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 Bəli. Eşidirik sizi, buyurun. Salam. Salam. Salamlayıram İlhamə xanım sizi. Təşəkkür edirəm, buyurun. Həkimimizə sualım da idi ki, mən 18 həftəlik hamiləyəm. Bəli. Məndə nəsə tərpəniş gelmir də, heç nə hiss etmirəm. Ancaq o yüzdən də keçirəm deyə hər şey normaldır. Bilmək istəyərdim, görüm neçə həftəsində tərpəniş olur.
Aydın, Sualınıza təşəkkür görə çox sağ olun. İlk öncə onu bildirmək istəyirəm ki, axır aylarda bir dölün tərpənişi azalır. Yəni öbür həftəliklərə baxanda dölün 38 həftədirsə burada, artıq burada öbür həftələrə baxanda tərpəniş azalır. Nə ilə nəticələnir? Döl kilo yığır, dölyani mayələr bir balaca nisbi azalır və təbii ki, burada tərpəniş də məhdudlaşır. Bir hamilə axır həftələrdə mütləq və mütləq heç olmasa həftədə bir dəfə də olsun həkim müayinəsinə gəlməlidir. Həkim müayinəsinə gəlməlidir. Əgər burada tərpəniş hiss eləmirsə, yaxud az hiss eləyirsə, NST deyilən bir cihaz var, non-stress müayinə metodudur. Ondan mütləq keçirilməlidir və qan dövranına mütləq baxılmalıdır həmən döl üçün. Bir də bunu bütün hamilələrimə tövsiyə eləyirəm mən, öz pasiyentlərimə tövsiyə eləyirəm və buradan da bütün hamilələrimizə səslənirəm. Yatmamışdan öncə 2 saat ərzində axşam saatlarında döl 10 dəfə tərpənməlidir, 2 saat ərzində. Əgər burada bu 10-dan aşağıdırsa, bu həqiqətən də narahat olmağa dəyər. Və mütləq siz həkiminizə müraciət eləməlisiniz. Burada dölün hipoksiyaya girməyindən xəbərdar verilir və biraz ciddi yanaşmaq lazımdır. Bu mövzuda dölyani mayəsinə baxılmalıdır, beyin qan dövranına baxılmalıdır, umbilikal qan dövranına baxılmalıdır ki, körpənin hipoksik olub-olmamağını aşkara çıxartmalı. İnşallah. Diləyək ki, evlad sahibi olmayanlar evlad sahibi olacaq. Hamilələr çox gözəl şəkildə sonlandıracaq hamiləliyi. Sağ olun, var olun, studiyamıza gəldiyinizə görə sizə doğrular arzu edirəm. Heç olmasa ən azından 21 doğulan uşağın qızlarının adını Səbinə qoysunlar, nə olar ki? Qoyanlar da var. Mən bir daha təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Xatırladım, Bakı Medikal Plazanın cərrah mama ginekoloq həkimi Səbinə Mirzəyeva studiyamızın həkim qonağı idi.